14 gün mələyi qorumalıyam. Narkoz qəbul etdiyinə görə immuniteti düşüb, ona görə də hər hansı bir virus və ya da qrip keçirməsin. Ən önəmlisi isə boğazda əməliyyat olunduğu yerdən qan axımı olmasın deyə mələk xüsusi qidalanır. Ən birincisi diqqət etməliyəm ki, boğazı qəti şəkildə quru qalmasın. Gün ərzində ən azı 2 litr su içir. Gecələr də çalışdığım qədər əgər biraz oyanarsa, özüm məcbur da olsa su içirdirəm. Səhər də yuxudan duran kimi ilk növbədə su içir, daha sonra yoğurt endirirəm. Bugün əməliyyatın hələ ki 3-cü günüdür. Ona görə də qızdırmasının olması normaldır. Qızdırması var idi. Buna görə həkim gündəlik 2 dəfə içməyə dərmanlar yazıb, həmin dərmanları verirəm və mələyə yemək hazırlayıram. Əməliyyatın 2-ci günü mələyə sadəcə bulyon verdim. Təbii ki, o bunu yaxşı yemədi. Əlavə olaraq da bizim evdə bişirdiyimiz digər yeməklərdən sonra görə bugündən qərara gəldim ki, elə yemək bişirim ki, həm o yesin, həm də mən yeyim. Ona görə də xaldenikdə hazır kəz çolpası var idi. Onu qaynadıram. Daha sonra digər qabda biber, soğan blenderdan keçirdib qızardıram. Biraz sarkök əlavə edib, kartof da çoxlu içərisinə əlavə edib, yenə toyuğun ətini qoyub qaynadıram. Kartofun presini vermək olardı. Mən fikirləşdim ki, bu cür eləyim, həm onun üçün dadı olsun, həm də ki, biraz da tutumlu olsun. Belə çörək də artıq bu gündən 3-cü gündən verə bilərdi. Amma çörəyin içi buz kimi eləyirəm həm yeyimə. Orada isti görsənə bilər. Sonradan soğuduram və sokla verəm içmək ki, daha yaxşı olsun. Ağrıları olmasın deyə və boğazı qurumasın deyə mələk gün ərzində dəfələrlə marojna yeyə bilər, yoğurt yeyə bilər. Gün ərzində yoğurtun, marojnası və soku dəfələrlə içirdirəm. Sonra onun üçün artıq körpə uşağımız var deyib bananla cicibəbə əzirəm. Cicibəbənin çayın dəmi ilə eləyirəm həmişə. Axşam yeməyindən sonra dərmanlarını da verirəm. Axşam yeməyini çəkməmişəm. Simetan adi çörəyin üzərinə, yəni çörənin için üzərinə vururam, elə yedizdirirəm. Həkim demişdi ki, 3-cü günü olar. Ona görə artıq sulu yemək istəmirdi deyə məcbur elə verdim. Gün bitir, mələk yatır, mən də işlərimi görürəm. Bu qədər.